Belə bir sual var ki, səhv səcdəsində təkbir gətirmək caizdirmi? Cavab olaraq deyir, xeyr. Sünnətdə belə bir şey yoxdur. Səhv səcdəsi olarkən kişilər Subhanallah deyərlər. Yəni ki, nöqsanını düzəltsin. Çünki Subhanallah, Allah nöqsandan uzaqdır. İşte sən Subhanallah, sən nöqsan yaptın. İşte o nöqsanı bu düzəlt ki, və Rasulullah s.ə.v-dən, yəni zaten ondan gələndə sünnət budur ki, Peyğəmbər s.ə.v sahabəsi və Allah Rasulü onlara öyrətdi ki, işte imam səhv səcdəsi edərkən Subhanallah deyin. Və qadınlar isə öz aralarında səhv edərkən, yaxud ki, öndə bir öz ərinin, öz qardaşının, məhrəminin səhv etdiyini görərsə, bilərsə, əli ilə sadəcə, yəni belə vurması, onun səhv səcdə etməsi anlamına gəldiyinin işarəsidir. Yəni, qadınlar əllərini, biləklərini, əllərinə vurarlar, kişilər isə Subhanallah deyərlər. Yəni, təkbir deməzlər. Bu, inşallah, səhv səcdəsi ilə ilgili məsələdir.